Salam, hər birinizə xoş gördük. Əziz dövlət qulluqçuları və dövlət qulluğunun test və ya müsahibə mərhələsinə hazırlaşan namizədlər. Təxminən 2 aya yaxın müddət edir ki, burada yox idim. Müəyyən məsələlərə başım qarışıq idi. Artıq gəlmişəm və gəldiyimdə bu video vasitəsilə sizlərə bəlli etmək istəyirəm. Deməli, çoxlu yeniliklər var. Bu yeniliklər nələrdən ibarətdir? Dövlət qulluğunda edilmiş dəyişikliklər, daha sonra dövlət qulluğunun test imtahanı üçün qeyddən keçəndə yaşanan problemlər, daha sonra test və müsahibə mərhələsində baş verən ən son dəyişikliklər nələrdir? Bunların hamısını sizə məlumat verəcəm. Bundan əlavə olaraq da yaxın günlərdə test mərhələsinə və müsahibə mərhələsinə hazırlaşan namizədlərə çox sevindirici bir məlumat verəcəm. Həmin məlumatı da yaxın 2-3 gün ərzində yəqin ki, YouTube kanalına yükləyərəm və digər sosial şəbəkələrə yükləyərəm. Ona görə də həmin video yüklənəndə məlumatınız olması üçün kanala abunə olmağı unutmayın. Dediyim kimi, istər test, istərsə də müsahibəyə hazırlaşan bütün namizədlərə uyğundur, ya müsbət olacaq bir məlumatı sizlərlə bölüşəcəm, hansı ki, sizin xeyriniz üçün olan bir məlumatdır bunlar. Əslində danışılası çox məqam var bu 2 ay ərzində. İndi əlbəttə ki, mən bu 2 ay ərzində dərsləri keçirdim. Sadəcə başım müəyyən məsələlərə qarışıq idi ki, video çəkə bilmirdim. Amma bundan sonra mütəmadi olaraq artıq YouTube kanalı üçün bütün videoları çəkəcəm bildiyiniz kimi. Əgər dedim ki, bu video biraz uzun ola bilər. Ona görə də sonuna qədər səbrlə dinləyin və burada demək olar ki, hər şeydən bəz-bəz danışacağıq. Birinci onu qeyd edeyim sizə, bax dedim, mən olmadığım müddətdə əgər hər hansısa bir qanunun başa düşməmisinizsə, şərh hissəsini yazın, onu mən sizə izahını verim. Ola bilsin ki, dövlət qulluğu haqqında qanun edilmiş dəyişikliklərdən, ödəniş səviyyələri, ödəniş pillələrini başa düşməmisiniz, onu mən sizə izah edə bilərəm və ya B-a aid olan qanunlardan, A-C-yə aid olan qanunlardan hansısa çətin gəlirsə, bu və ya digər qanunlardan hansısa çətin gəlirsə, şərh hissəsini yazın. Onu mən növbəti həftədə sizin üçün çəkim YouTube kanalına yükləyim ki, çox da çətinlik çəkməyəsiniz. Bu belə. Bundan əlavə olaraq da nəsə başqa bir sualınız varsa da şərh hissəsinə yazın. Yəni bax, mən fikirləşirəm ki, nəsə bir özü təkcə mövzunu təyin etməməlidir. Burada mənim mövzumun təyin edən şəxslərdən biri də sizsiniz. İstəyirəm ki, mənə belə deyək də deyə bilərsiniz ki, mənim vaxtınız varsa və yaxud da ki, imkan daxilində bu videonu çəkə bilərsənmi, bunu bir kömək edə bilərsənmi? Mən həmişə sizin yanınızdayım. Bu videoda onu göstərir və bundan sonra yükləyəcəyim videolarda deyəcəyim sözlərdə həqiqətən tamamilə sizlər üçündür. İstər test, istərsə də müsahibəyə hazırlaşan tələbələr bilir ki, bu YouTube kanalı vasitəsilə onlar zəngin qanunların praktik izahına baxırlar. Bundan əlavə olaraq onu qeyd etmək istəyirəm ki, mən indi danışacağım məqamlar hər birisi dövlət qulluğuna hazırlaşan şəxslər üçün keçərlidir və onlar üçün önəmlidir. İndi istəyirsiniz mən biraz şikayətdə bulunum. Bu şikayət nədir? Deməli, mənim tələbələrim qarşı ümumiyyətlə dövlət qulluğunun test imtahanına hazırlaşan tələbələrinin çəkdiyi böyük bir problem var. Bu problem nədir? Bu problem dövlət qulluğunun test imtahanı üçün qeydiyyatdan keçərkən yaşanan problemdir. Həqiqətən əvvəllər bilirsiniz necə idi? Dövlət qulluğuna qəbul 2 aydan biri idi və yaxud da ki, 2 ay yarımdan biri idi. Ona görə də həm tələbələr də rahat idi, həm müəllimlər də rahat idi. Qıraqdan baxan bəzi tələbələr düşünür ki, imtahanın hər ay olması müəllimlər üçün müsbətdir. Əslində bu elə deyil. Müəllimlər üçün bu mənfidir, ziyandır. 2 aydan bir, 2 ay yarımda bir imtahan olurdu. Tələbəni o proqram əsasında biz yönəldirdik. İndi artıq hər ay imtahan olması həm tələbələrdə, həm də müəllimlərdə müəyyən çətinliklər yarada bilər. Lap çətinlik yaradır, bunu qoyduq bir qırağa. Biz bunu insan faktorudur, bunu həll edə bilərik. Bəs burada 2 aydan bir imtahan olanda müsbət cəhətlərdən biri də ondan ibarət idi ki, təxminən 1600-1700 yer verilirdi, ya daha az, daha çox ola bilər, yadımda qalmır konkret olaraq. Tələbələr qeydiyyatdan keçirdi imtahan üçün və gedirdilər Azərbaycan Respublikasında olan universitetlərdə, məktəblərdə imtahan verirdilər. Test imtahanı söhbət gedir. Bununla hamı həmfikirdirmi? Və təxminən 1800 yer açılırsa, onun 1400-ü, 1300-ü də olurdu, 400, 500, lap 200 yerdə boş qalırdı. İndi necədir? İndi tutalım ki, bax, mənim sayt qarşımda açıqdır. Dövlət İmtahan Mərkəzi nə eləyir? Belə eləyir ki, BA üçün 300 yer verir. 16 iyul tarixində imtahan üçün. Və BB üçün də 460 yer verir. Axı, burada bir sual işarəsi yanır. L ayında imtahan verəcək BB kateqoriyası üçün tələbələrin sayı məsələn 700 nəfərdir. Bu 700 nəfərdən 460 nəfəri yer uğruna mübarizə aparır. Bu siz nəyə oxşuyur? Elə bil ki, MİDA yoxdur. MİDA-da ev üçün qeyddən keçərkən tez qeyddən keçməlisən, düzdürmü? Bu növ ona oxşuyur.
Yəni biz niyə belə qaça-qaça və yaxud da ki, əsəb, stres içində 3 dənə, 2 dənə kompüter yana qoya-qoya qeyddən keçməliyik? Mən onu başa düşə bilmirəm. Mən müəllim olaraq öz tələbəmi qeyddən keçirə bilmədim sistem donduğuna görə. Biz bu məsələni necə eləyək? Yəni bu barədə Dövlət İmtahan Mərkəzinin hər hansı bir atacağı addım olacaqmı? Və yaxud da ki, hər hansısa bir səbəb ola biləcəkmi? Mən burada bu danışmağım, onsuz da siz bunlar bilirsiniz. Sadəcə bir çox tələbələrin, həqiqətən bir çox yox, demək olar ki, qeyddən keçə bilməyən 90% tələbənin mən burada səsləyəm. Ona görə də Dövlət İmtahan Mərkəzinə burada müraciət etmək istəyirəm ki, məhz bir mənalı şəkildə qeydiyyat üçün yerilən sayını artırın. Yəni 460 yerindən, 300 yerindən uğrunda 700, 800, bəlkə də 1000, lap 600 nəfər mübarizə aparır və nəticədə çoxsu qeyddən keçə bilmir. Birisi qıraqdan baxanda sadə məsələ görsənə bilər, amma elə deyil. Məsələn, biri əməliyyat olacaq, biri xarici ölkəyə gedəcək, birinin bir işi var, birinin bir planı var. Planlayır ki, il ayında imtahan versin və digər aylarda öz işini görsün. Amma gəlir hazırlaşır, 2 ay hazırlaşır, müəllimə maddi mənəvi əziyyət çəkir, özü və müəllim. Daha sonra gəlir qeyddən keçə bilmir. Vəssalam, bütün planlar alt-üst oldu. İndi necə eləyək bu məsələni? Dövlət İmtahan Mərkəzinə buradan mənim və tələbələrim adından müraciət etmək istəyirəm ki, qeydiyyat üçün, hətta məsələn burada nə var? Deyir ki, qeydiyyat L ayının 1-nə qədərdir. Qeydiyyat 1 saata dolur. L ayının 1-nə qədər qeydiyyat nə deməkdir? Bunu ümumiyyətlə qoysunlar bir qırağa. Və qeydiyyat üçün yeri 300, 460 eləməsinlər. 1000 eləsinlər, 1200 eləsinlər. İtirəcək bir şey yoxdur. Əgər Dövlət İmtahan Mərkəzinin hər hansısa bir otağında tələbələr imtahan verir axı, düzdürmü? Əgər həmin otaqda lap yer yoxdursa, təzədən universitetlərdə, məktəblərdə imtahan tədris olunsun. Düzdür, müsbət halda ki, il ayındakı imtahan üçün Gəncə şəhərində əlavə yer açılır. Mən buna razıyam. Amma Gəncə şəhərinin içində yer verilsə yaxşıdır. Gəncə şəhərində yer verilib 100, daha doğrusu üzr istəyirəm, 50 yer verilib. 50 yer verilib. Özdəki 50 yer BB-yə yox ha. A-nın BB-nin qarşılığı ikisi bir yerdə 50 yer verilib. Yəni çox azdır. Naxçıvan şəhərində məsələn o boyda Naxçıvanda AC-yə 100 yer verilib. O boyda Naxçıvanda BA-ya, BB-yə 160 yer verilib. Bu həqiqətən Dövlət İmtahan Mərkəzi burada mən düşünürəm ki, bunu sayını artırsa daha yaxşı olar. Bu belə. Dövlət İmtahan Mərkəzinə buradan video müraciətimizi elədik. Dövlət İmtahan Mərkəzinə yazılı müraciətimizi eləyəcəyik, şifahi müraciətimizi eləyəcəyik. Bir növ əziz tələbələr, bu videoya baxan yoldaşlar, sizin səsinizi biz Dövlət İmtahan Mərkəzinə çatdıracağıq. Bundan əmin ola bilərsiniz. Bizim üzərimizə düşən bütün vəzifələrimizi yerinə yetirməyə hazırıq. Bax bu belə. Bunun əlavə olaraq da deməli iyun imtahanı biz danışa bilərəm. Geri qoyduğumuz ayda Dövlət Qulluğunun test imtahanı iyun ayında keçirildi, bilirsiniz ki, və həmin aydakı imtahanda olan düzdür, mən öz fənimə cavab deyim. Qanunvericilikdən həqiqətən də çox adam deyirdi ki, studiyasiya tipli sualların sayı çox olacaq və yaxud da ki, qarışıq suallar olacaq. Amma bunların heç birisi olmadı. Yəni, N imtahanı mən rahat qiymətləndirə bilərəm. N imtahanı mən düşünürəm ki, rahat bir imtahan idi. Bəzi tələbələrdə formalaşıb ki, bir imtahan rahat olanda digər imtahan çətin olur. Mən düşünmürəm elədir. Məsələn, 16 iyul tarixində qeyddən keçmiş tələbələr yaxşı hazırlaşsa, imtahanda 75 plus yığa bilərlər, 74, 75, 80 plus yığa bilərlər. Bunlar hər şey öz tələbənin özündən asılı olaraq dəyişir. Bundan savayı mən qeyd edə bilərəm ki, iyul ayında imtahana girəcək tələbələr var burada. Deməli, bax, diqqətlə məni dinləyirsiniz bu videoya baxan test və müsahibə hazırlaşan şəxslər. İndi gəlirəm o məlumata. Əgər siz iyul ayının 16-sında imtahana girirsinizsə, avqust ayında imtahana girirsinizsə, sentyabr ayında imtahana girirsinizsə və yaxud da ki, Dövlət Qulluğu müsahibə mərhələsində sizin müsahibəniz iyuldadırsa, avqustdadırsa, sentyabrдadırsa, mənim 3 gündən sonra, təxminən 4 gündən sonra yükləyəcəyim video məhz test müsahibə hazırlaşan şəxslər üçün çox müsbət və sevindirici bir xəbər olacaq sizlər üçün. Bundan əlavə olaraq da bu müddət ərzində, məsələn, biz nədən danışa bilərik? Bu ən böyük əslində danışası məqamlar çoxdur. Bizim vaxtımızın çoxusunu apardı bu qeydiyyat məsələsi. Mənim tələbələrim məsələn demək olar ki 60% qeyddən keçə bilmədi. Bunun əsas səbəbləri də qeyddən keçəndə yaranan problemlərdir. İndi çox bunun üstündə dayanmaq istəmirəm, daha çox danışa bilərəm, amma dayanmaq istəmirəm, çünki bunu siz özü də bilirsiniz, mən özüm də bilirəm. Onu Dövlət İmtahan Mərkəzindən video müraciətimizi elədik. Dediyim kimi bəyəxlarım, yazılı və şifahi müraciətimizi də eləyəcəyik. Biz müəllimlər olaraq əlimizdən gələn hər şeyin ən yaxşısını eləyəcəyik sizlər üçün, əziz yoldaşlar.
Mən indi hal-hazırda kursdayam. 28 manata yerləşir kursumuz. Əgər sizin dövlət qulluğu barədə, test, müsahibə barədə hər hansı bir çətinliyiniz varsa, buyurub kursa yaxınlaşa bilərsiniz. WhatsApp nömrəmi şərh hissəsində qeyd edəcəm, yaza bilərsiniz. Ümumiyyətlə nə sualınız oldu, olmadı, həmişə mənə yazın. Mənim tələbəm oldunuz, olmadınız, heç bir fərqi yoxdur. Həmişə sizə kömək etməyə hazıram. Hər birinizə bu yolda uğurlar arzu edirəm. Dövlət qulluğu haqqında qanunda edilmiş dəyişikliklər barədə sizlərə yeni məlumatlar verəcəm. Lövhədə gördüyünüz bu lövhədə hamısının izahını çəkəcəm. Ödəniş pillələri, ödəniş səviyyələri barədə sizə məlumat verəcəm. Kateqoriya və təsnifatlarda axı bilirsiniz ki, dəyişiklik oldu. Kateqoriyanın dəyişilməsi anlamında kateqoriyalar və təsnifatlarda müəyyən dəyişikliklər baş verdi. Onları məhz videosunu çəkəcəm. İl ayına qədər çalışacağam ki, sizlərin əlinizdə olsun. Müsahibə mərhələsinə hazırlaşan namizədlərdə sevindirici xəbərimiz olacaq. Dediyim kimi, testə hazırlaşan namizədlərdə sevindirici xəbərimiz olacaq. 3 günə, 4 günə o videoları mən YouTube kanalına yükləyəcəm. Dediyim kimi, özünüzdən müğayət olun. Nə sualınız olsa mənə yazın. Həmişə sizin yanınızdayıq. Həmişə sizə dəstəyik. Və nə çətininiz olsa bizə deyin. Yaxşımı? Sağ olun, salamat qalın. Növbəti video görüşlərdə, növbəti qanun dərslərində, növbəti seminarlarda, konferanslarda görüşəndək.